Belə olub. Ja. Ja. Doe wacht even. Kom aan. Europees kwalificatie. Ja. Oh, tusen takk. Hvilken klasse var det hvilken skole er det du gikk på? Ramberg. Randaberg. Vi er fra Moss. Fra Moss. Tusen takk. Biz də buna oxşar səhnəni Azərbaycanda canlandırmaq qərarına gəldik. Maraqlı idi. Bəs Bakı sakinləri dayanacaqda üşüyən, məsum baxışlı uşağa hansı münasibət bəsləyəcəklər? Beləliklə də nəzərdə tutduqlarımızı reallaşdırdıq. 11 yaşlı Fuadı gödəkçəsindən məhrum edərək dayanacaqda yalqız buraxdıq və ürəyi yuxa insanları gözləməyə başladıq. Bu ürəyi yuxa insanlarla donan uşaq arasında mümkün dialoqu tamaşaçılara çatdırmaq üçün hətta Fuadı kiçik mikrofonla da təchiz etdik. Qeyd edək ki, hava kifayət qədər soyuq idi. Termometr müsbət 3 dərəcəni göstərirdi. Sərt külək isə adamın lap iliklərini işləyirdi. Vaxt gedir, biz gözləyirdik. Gənc dostumuz artıq əməlli başlı donmuşdu. İş hətta o yerə çatdı ki, Fuad hipotetik dırnaqarası xilaskarlarına müraciət etməyə başladı. Füzulda challenge. Füzulda challenge. Füzulda challenge. Onlar isə bu uşağın ətrafında dolaşır, sanki onu görmürdülər. Biz Fuadı əməlli başlı riskə atmış olduq. Belə getsə, o xəstələnə bilərdi. Odur ki, bir qədər fasilə vermək qərarına gəldik. İsti çay, şokolad və Fuad yenə də postda idi. O da, biz də gözləyirdik. Amma nədənsə potensial xilaskarlar gəlmirdi ki, gəlmirdi. Heç yüzümüze bakan olmadı.
Avtomobildə əyləşən çəkiliş qrupumuzun üzvü İslam mütəfəkkirlərindən birinin dediyi sözləri xatırladı. Avropaya getdim, müsəlman görmədim, amma İslam gördüm. Şərqə döndüm, çoxlu müsəlman gördüm, fəqət İslam görmədim. Xeyli gözlədik. Bu anların hamısını nümayiş etdirsək, darıxdırıcı olar. Amma təəssüf ki, dayanacaqda həqiqətən üşüyən gənc dostumuza bir diqqət yetirən olmadı. Çəkilişləri sonsuza qədər davam etdirə bilməzdik. Fuada daha zülm etmək də Allahsızlıq olardı. Odur ki, çəkilişləri dayandırdıq. Üşüyorum, ödünç ver ellerini. Üşüyorum, üstüme ser yüreğini. Üşüyorum, ödünç ver ellerini. Üşüyorum, üstüme ser yüreğini. Sağ yanım dertli, sol yanıma yaz. Savur gönlüme yangının küllerini. Belə, necə deyərlər şərhsiz. Kimlərsə deyəcək ki, bura Norveç deyil, Azərbaycandır. Və burada Skandinaviyadakı kimi 20 dərəcə şaxta olmur. Düzdür, bura Azərbaycandır. Ancaq insan canı acıyanda mənfi 20 dərəcə şaxtada da, necə ki Norveçdə olur, 2-3 dərəcə istidə də, necə ki Azərbaycanda baş verir, acıyır. Amma insan olmalıdır. Şimalda da, cənubda da, istidə də, soyuqda da. Sonda isə bir fərziyyə. Yəqin ki, bu balaca dostumuzun canına acıyacaq insanlar məmləkətimizdə çoxdur. Sadəcə olaraq onlar bugün çəkiliş üçün seçdiyimiz məkandan uzaq idilər. Vəssalam. Allah qəlbimizi buzlamaqdan qorusun.